qəfildən evdən zəng gəldi ki, belə bir hadisə olub. İndi gənclərlə o məhəllədə həmişə oynadığı yəqin uşaqlar olub, orada nə bilim, olabsa nəsə anlaşmazlıq olub. Mingəçevirdə məktəbli qətli yetirilib. Hadisə şəhər ərazisində qeydə alınıb. Məlumata görə 17 yaşlı Elmar Sarıyevi özündən 3 yaş kiçik yeniyetmə bıçaqlamaqda şübhəli bilinir. Tərəflər arasında yaranan mübahisədən sonra bıçaq xəsarətləri alan yaralı Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Axşam radələri idi, biz həmişə kimi yoldaşlarla oturmuşduq çayxanada. Belə qəfildən evdən zəng gəldi ki, belə bir hadisə olub. İşte, belə tez bazar taksiyə minib gəldiyi hadisələr. İndi uşaqdır da, gəncdir, cavanlar kimi belə olur da indiki gənclər. Amma belə qətiyyən o belə işlərə, yəni şuluq işləri yox idi, narahat işləri yox idi, vərdişləri yox idi, pis vərdişləri, vərdişləri yox idi. İndi gənclərlə o məhəllədə həmişə oynadığı yəqin uşaqlar olub, orada nə bilim, olabsa nəsə anlaşmazlıq olub. Qətlə yetirilən Elmar Sarıyev şəhərdə fəaliyyət göstərən 17 saylı orta məktəbin 11-ci sinif şagirdi olub. Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.